Salam uşaqlar. Bugünkü dərsimiz Rəvadilər dövləti 981-1065-ci illərdə mövcud olmuş dövlətdir. Rəvadilər sülaləsindən başlayaq. Ərəb mənşəli Əzizlər nəslindən idilər. Sonralar yeri türk ailəsi ilə qaynayıb qarışıb, yəni qaynayıb qarışmışlar. Ərəb xilafəti onları etnik dayak yaratmaq üçün Azərbaycan cənubuna köçürtmüş. Marağa, Təbriz, Qaradağ və Əhər bölgəsinə yerləşdirilmişdir. 8-ci əsrin sonlarında Azərbaycan cənubunda Ravad əmirliyi yaratmış və yarım müstəqillik əmirliyi yaratmışlar. Əbülcə Rəvadın hakimiyyəti dövrünə, yəni 981-988-ci ildə əvvəlcə Təbriz, Marağa və Əhər hakim olmuşdu. 981-ci ildə sonuncu Salar hökmdarı İbrahim ibn Mərzban taxta salaraq Rəvadilər dövlətini yaratdı. Rəvadilər dövlətinin ərazisi Azərbaycan cənub torpaqları daxil idi. Muğan hakimliyi asılı versə salmışdı. İlk paytaxt Ərdəbil şəhəri idi. Yəni bu şəhər idi. Daha sonradan paytaxtı dəyişərək Təbriz şəhərinə köçürdü. Daha sonra paytaxtı Təbriz şəhərinə köçürmüşdür. Daha sonra Sultan Mahmud Qəzəvinin Xorasan oğuzlarına qarşı mübarizəsi nəticəsində Rəvadilərə ağır zərbələr alan Rəvadilər dövləti zəiflədi və Rəvadilər dövləti deyil, burada səhv yazılıb. Burada Oğuzlar ağır zərbə alır və zəifləyir və həmin anda biz 2000 Oğuz ailəsinin 1028-ci ildə Rəvadilər ərazisinə, yəni Vəhsudan icazəsi ilə Rəvadilər ərazisinə gəldiyini görəcəyik və Vəhsudan da 1020-ci il və 1059 hakimiyyətdə olur. Daha sonra danışacağıq ki, biz 11-ci əsrin 20-ci illərində Azərbaycan Oğuzların nəticəsində, yəni Oğuzların köçü nəticəsində Rəvadilərin hərbi gücü və Azərbaycan türkmeninin mövqeyi daha da artdı. Bizansın və erməni gürcü feodalların baskınlarının qarşısı alınması asanlaşdı. 1042-ci ilin oktyabrında Təbrizdə zəlzələ baş verdi. 40 mindən çox adam öldü. Şəhərin müdafiə qabiliyyəti zəiflədi. Bu zaman Vəhsudan Təbrizi tərk etdi. İbn Əl-Əsrin məlumatına görə Səlcuq türkləri Sultan 1-ci Toğrul başçılığı 1054-cü ildə Təbrizə hücumu nəticəsində Vəhsdən müqavimətsiz Səlcuqlara tabe oldu və Rəvadilər dövləti Səlcuq imperiyasından asılı vəziyyətə düşdü. Daha sonra 1065-ci ildə 1-ci Alparslan tərəfindən Rəvadilər varlığına son qoyuldu. Mağarada Rəvadilər nəslindən olan yalnız Ağsunqirlər mövcud oldu. Bu da 1108 1227-ci ildə hakimiyyətini qorudular həmin dövrə kimi. Rəvadilər Əsrarlar dövlətə aid oxşarlıqlarına baxaq. Eyni əsrdə Azərbaycan cənubunda yaranmışlar. Azərbaycanda ilk feodal dövlətlərdən idilər. Paytaxtı Ərdəbil şəhəri olmuşdur. Rəvadi və Şirvanşahlar dövlətinin oxşar cəhətlərinə baxaq. Ərəb mənşəli sülalələr tərəfindən idarə olunurdu. Paytaxtı başqalarına köçürülməsi, Şəddadi hökmdarla dostluq münasibətlərinin qurulması və Səlcuqların asılı hala düşmə. Daha sonra Mərzban ibn Məhəmməd və Əbülcə Rəvad arasında oxşarlıqlara baxaq. Yeni dövlətin əsasını qurmuş, Ərdəbil şəhərini tutaraq paytaxt elan etmişdir. Xəritəyə baxsaq, yəni burada adları da qeyd olunub. Cənub hissədə Rəvadilər, Kür Araz ərazisində Şəddadilər, üzərində Tiflis Müsamerə hakimliyi və Şirvanşahlar dövləti göstərilmişdir. Paytaxt isə yenə xatırladıram, paytaxt Ərdəbil şəhəridir Rəvadilər dövlətində. Ümidvaram sizin üçün faydalı olar. Çox sağ olun.